Salam aleyküm hər kəsə. Ağıllı ev sistemlərində Sonon firmasının məhsulu olan videoda da gördüyünüz kimi ağıllı reləmizi quraşdırdıq. Göründüyü kimi reləmizin 220 xətti artıq qoşulub və reləmizə daxil olur 220. O cümlədən reləmizin çıxış 1, çıxış 2 xəttinə çıxışımız var. Necə deyirlər, motor 1 və motor 2 yaxud xət 1, xət 2 də belə bu kimi də adlandıra bilərik. Və gördüyünüz kimi smart olduğu üçün telefonla da idarə olunması var. O cümlədən telefon yanınızda olmadığı zaman da fiziki olaraq açardan da istifadə eləyə bilərik. Diqqət edirsinizsə ledlərimiz yanlıdır. Söndürdük. Çıxış birimiz söndü. Həmçinin çıxış ikimizi də yaxud kanal ikimizi də söndürdük. O cümlədən də düymədən də yandıra bilirik. Eyni zamanda da digərində yandıra bilirik. Həmçinin düymədən yandırdığımız kimi də söndürə bilirik. Həmçinin ikisi də sönlüdür və eyni zamanda da reləni telefondan yenə açıb bağlaya bilirik. Bir şey də nəzərinizə çatdırmaq istəyirəm ki, smart olduğu üçün smartlarda olan funksiyalar hamısını dəstəkləməkdədir. Əsasən də proqramımızda ssenari qurmaq mümkündür. Hansı ki, proqramımızı qururuq. İstədiyimiz saatda, zamanda avtomatik relələr özü yana bilir və sönə bilir. Bu nə deməkdir? Yəni deyək ki, iş görürsünüz, təxminən yarım saata qutaracaq. Siz yarım saat proqramdan buradan əlavə eləyib quraşdıra bilirsiniz. Yarım saat sonra avtomat qurğular sönəcək, avtomatik özü. Yaxud da 1 saat sonra yansın, 2 saat sonra sönsün. Ssenarilər müxtəlif ola bilər, istəyə uyğun olaraq. Əlavə olaraq bu reləmizdən başqa smart Sonon ağıllı ev sistemlərində hava, su, qaz sensorları da mövcuddur. Yəni istədiyiniz zaman rütubəti, hava, qaz sızmasını, həmçinin də nəmişliyi ölçmək üçün sensorlar da mövcuddur. Hələlik qısaca bu qədər. Diqqətiniz üçün çox sağ olun. Hörmətlə kamera quraşdırma servisi.